Sonu güllələmək də xanım. Mesela bir şey deyim. O vaxtı Səməd Vurğun Moskvada oxuyub. Moskvada 2 il oxuyanda Şoloxovla, Tixonovla, Fadeyevlə dost olublar. Ondan sonra gəlib qardaşı deyib ki, sənin üstü qutarmıyorsan, sən kimsən ki, nəsən? Bunu gətirib AP'yə qoyublar. Görmə bunların müəllimləri bekar şeydi, mənim kimi heç nə bilmirlər, dünyadan xəbərləri yoxdur. Deyirlər, nə oxumuram bunu. Amma akademiyanın sədri qoydular onu, savadına görə. Onun heç bir diplom olmayıb. O məsəl üçün, o kamança çalan Habil vardı. Qoş bir texnikumda qutarmıyıb. Texnikumda, deyir, mən ona dalaşırdım, mənim yaxın dostum idi. Mən onunla dalaşırdım ki, sən niyə indiyə qədər bir adam yetişdirməmsən? Deyir, Rəşid müəllim, mən kütlədən götürüb uşaq yetişdirə bilməzdim. Mən dedim ki, məni bu texnikumda zadda musiki məktəbində mən dərs deyim. Nə, sənin diplomun yoxdur deyə məni dərs deməyə icazə vermədilər. Bu qədər istedadı qəbul eləməmişik yəni. Ha? Fitri istedadı qəbul eləməmişik. Elə eləməmişik elə şeylər. Nəsib var idi, bir dənə tarçalan bir adam idi. Bütün xalq mahalları adından hamısını nota köçürdü. Onu qəbul eləmirdilər. Sənin diplomun yoxdur. Sən konservatoryayı qurtarma. Ayıbdır. Sovet dövlətinin bu zadlar var. İstedada inanmırdılar onlar. Kağıza diplomun olsun.